Uzun illər içimdə səslər vardı. Adlarını belə bilmirdim. Bəziləri məni kiçildirdi, bəziləri daha çox elə, daha yaxşı ol deyirdi. Bəziləri isə elə sözlər deyirdi ki, mən heç kimə deməzdim, amma özüm özümə deyirdim. Çox gürültülü idi. Zaman keçdikcə bir şeyi anlamağa başladım. Bu səslər təsadüfi deyildi, sadəcə səs-küy deyildi. Onlar mənim bir parçam idi. O qədər dərinə bastırmışdım ki, illərlə özüm belə onlara çata bilməmişdim. İstəmədiyimdən yox, bacara biləcəyimi, mümkün olduğunu bilmədiyimdən. Sonra bir gün bu sualı düşündüm ilk dəfə. Bəlkə bu səslərdən qaçmağı dayandırım, bəlkə onlarla sadəcə oturum. Hər şey ondan sonra dəyişdi. Yavaş-yavaş səslərə tərəf çevrilməyə başladım. Məni dəyərsiz hiss etdirənlərə, qışqıranlara, susturmağa çalışanlara, utan deyənlərə dinlədim. Razılaşmaq üçün yox, sadəcə anlamaq üçün. Çox çətin idi, amma bu içimdə bir şeyin tamamlanmasının başlanğıcı idi. Bax buna görə bir vaxtlar daxilimdəki bu gürültülü səslərlə rahat işləmək üçün yaratmışdım. Özümlə görüşürəmi? 11 dəqiqəlik sənə içindəki səslərlə əlaqə qurmağı rahatlaşdıran prosesi. Çünki bəzən içində çox hiss eləyən, çox səs salan o tərəf illərlə görünmək üçün səssizcə gözləyən tərəfində.